Salam əziz şagirdlər, tələbələr. Bu günləri 8-ci sinifdə verilən gerund mövzusunun izahına baxacağıq. Gəlin ilk öncə baxaq ki, gerund nədir? Ümumiyyətlə qeyd edim ki, gerund Azərbaycan dilinə bu söz tərcümə olunmur tamına və tam uyğun gələn qaydamızda yoxdur. Gerund feilin ing şəkilçisini qəbul edərək isim kimi işlənən formasıdır. İngilis dilində isimləşmiş feil kimi qəbul olunur və cümlədə mübtəda, tamamlıq və xəbər predaktiv rolunda çıxış edə bilir. Gerundda diqqət etməyimiz əsas bir məqam var ki, harada present participle, yəni indiki davam edici zamanla gerundu bəzən qarışdırırlar uşaqlar, amma bunlarda fərqləri var. Nədir? Bunlarda biri, məsələn, gerund nədir? I like reading books. Oxumağı sevirəm. Burada görürük ki, likes feilindən sonra reading feili də ing şəkilçisi qəbul edib və burada gerund tərkibi yaradıb. Amma indiki davam edici zamanda və yaxud ümumiyyətlə davam edici zamanlarda keçmiş davam edici olsun. Burada isə mübtədadan sonra köməkçi feil və daha sonra feil ing şəkilçisini qəbul edir. Bayaqki cümlədə, birinci cümlədə gördünüz ki, reading feilindən sonra books, kitablar sözü, yəni isim gəlir və ondan əlavə isə əsas feil işlədilmişdir. Burada isə she was reading a book, o kitab oxuyurdu kimi tərcümə olunur. Gəlin baxaq ki, indi hansı feillərdir və yaxud hansı hallarda gerund istifadə oluna bilər. Bəzi feil və ifadələrdən sonra mütləq gerund tərkibi gəlir. Admit, avoid, enjoy, finish, mind, suggest, consider, practice, keep, miss, imagine və s. bu sözlərdən sonra, bu feillərdən sonra mütləq gerund tərkibi gəlir. Yəni gerund tərkibi də biz bildik ki, artıq ing şəkilçisidir. She enjoys dancing. O rəqs etməyi xoşlayır. I suggest going to the park. Mən parka getməyi təklif edirəm. Buradakı suggest və enjoy feillərindən sonra gələn ikinci ing şəkilçili formalı feillər gerund tərkibi yaradır. Apostrof S, yəni yəlik halı və yəlik əvəzliklərindən sonra gerund işlənir, amma indiki davam edici zaman işlədilmir. Tom singing scared the children. Tomun oxumaqdır, uşaqlar qorxuzdur. Buradakı Tom apostrof S-dir, yəni yəlik halıdır. ing şəkilçisini qəbul etmiş feil burada isimləşmiş feildir. Singing, yəni Tomun oxumağı Azərbaycan dilinə tərcümə olunur. The children never wanted to hear Tom singing again. Və deyir, uşaqlar deyir, heç vaxt deyir, istəmədilər deyir, Tom yenidən oxusun. Burada isə tam feil kimi işlənmişdir. Yəni, artıq burada ikinci cümlədə gerund tərkibi deyil. Növbəti qaydalarımıza baxaq. Bəzi nüanslarda elotof, some, any və işarə vəzifələri ilə gerund işlənmir. Some, any, elotof gerundla birbaşa işləmir, amma isimləşdirilmiş gerund frazaları ilə mümkündür. Eyni ilə işarə vəzifələrdə this, that, this, those işarə vəzifələri də nadir hallarda, qeyri rəsmi danışıq üslublarında gerund tərkibi yarada bilir. Və bayaq dediyimiz feillər vardı ki, və yaxud bəzi sifətlər də var ki, onlardan sonra da mütləq gerund və yaxud infinity gəlir. Bunlardan müəyyən feillər var. Məsələn üçün, bu feillərdən bəzilərindən sonra to gəlir. Yəni gerund ing gəlməsi olmaz. Məsələn, agree, razılaşmaq feili. She agreed to help me. Burada she agreed helping me olmaz. Yəni gerund tərkibi olmaz. Burada infinitiv olur. Ona görə agreeddən sonra to gəlirsə, bu artıq gerund tərkibi deyil. Bizə ing forma lazımdır. Decide, qərar vermək. They decided to leave early. Onlar erkən tərk etməyə qərara, getməyə qərara gəldilər. Burada da yəni gerund tərkibidir. Hope, ümid etmək, plan, promise sözlərindən sonra da to-la işlənən feillər gəlir və bunlar infinity sayılır. Növbəti məna fərqli olaraq da feillər var ki, bu iki mənada işlədilir və ona görə də, mənasına görə də gerund və yaxud infinitiv kimi bir-biri ilə fərqlənirlər. He stopped smoking. O siqaret çəkməyi dayandırdı.
Buradakı dayandırmaq mənasından sonra ing şəkilçisi artırır və gerund tərkibi sayılır. Və yaxud he stopped to smoke, o siqaret çəkmək üçün dayandı. Burada isə çəkmək, belə deyək, vərdiş halını almamış deyə, sadəcə onun üçün dayandı deyilir deyə to-la işlənir və bu infinitiv. Remember sözü də eyni iki formada işlənə bilir. I remember locking the door, mən qapını bağlamağımı xatırlayıram. Və yaxud I remember to lock the door, qapını bağlamağı xatırladım və etdim. Yəni bunu burada isə infinitiv kimi işlənir. Forget, unutmaq feili də. I forgot meeting her, onunla tanış olduğumu unutdum. Və yaxud I forgot to meet her, onunla görüşməyi unutdum. Burada yəni tanış olmaq və görüşmək mənasında da bir-biri ilə mənalarda fərqli iştirak edir, çıxış edir. Yəni bunları da qeyd edək, yadda qalsın. Və nə vaxtda yenə də gerund işlənə bilməz dediklərimizdən davam edirik. Modal feillərdən sonra gerund işləmir. Modal feillər yazılıb bura can, could, may, might və s. kimi bu modallardan sonra gerund yox, əsasən feilin birinci forması işlənir. Yəni biz bilirik ki, modal feillərdən sonra məstər to işləmir, ing şəkilçisi qəbul etmir, ümumiyyətlə zamana görə dəyişmirlər. Bu she can swim məsələn üçün you must finish your work. İkinci mötərizənin içərisindəki formalar isə yanlış formadır. Bu gerund tərkibi deyil. Ümumiyyətlə gerund işlədilmir. Və artikelların gerundda işləməsi biz bilirik ki, bayaq dedik ki, gerund feilin isimləşmiş formasıdır və biz burada bəzən bilirik ki, isimləşmiş sifətlərdə də bilirik ki, z artikeli ilə sifətlər işlənə bilir isimləşdikdə. Burada da belə bir nüans var, amma ümumiyyətlə artikellə gerund işlədilmir. Amma bəzi gerund tərkibləri ilə isə z artikeli işlənə bilir. Z artikeli nə vaxt işlənə bilir? Gerund isim kimi işlənildikdə. Baxaq bu cümlələrə. The painting of the wall took 2 hours. Burada painting isim kimi istifadə olunur. Divarın rənglənməsi mənasında. Ona görə də yəni divarın rənglənməsi 2 saat aldı. Burada ona görə the painting kimi işləndi. The learning of a new language takes time. Burada da the learning sözü z artikeli ilə işlənib və burada gerund tərkibi daşıyır və buradakı öyrənmə prosesi kimi tərcümə olunduğuna görə learning sözündən əvvəl z artikeli işlənir və burada da gerund tərkibi sayılır. Və burada da görürük ki, yəni artikellarda en artikeli ümumiyyətlə işlədilmir, amma z artikeli isə gerund isim kimi, cümlədə isim kimi işləndikdə neynir? Z artikelini qəbul edir. Növbəti qaydamıza baxırıq. Burada da yenə en artikeli ilə də bayaq da dedim elə həmin sözləri işlənmir. Gerund isə normal halda sayıla bilən isim deyil. Yəni çünki en artikeli işlənməsi üçün isim lazımdır və ismin sayıla bilməyən formalar var, bilirik ki. En artikel isə əsasən sayıla bilən tək isimlərin önündə işlənir. Məsələn üçün bu formada görsəz, swimming is good for health, görsəz səhvdir, swimming is good for health sözü düzgündür. Amma gerund isimləşdirilmiş fraza içində işlənərsə bəzən uyğun ola bilər. She had a good understanding of the topic. Burada sifət var qarşısında və burada onun qarşısında sifətin qarşısına uyğun işlənə bilir. Çünki burada understanding sözü isim kimi işlənə bilir və burada vurğuladığına görə, təsvir etdiyinə görə işlənir. Nəticə isə z artikeli gerund isimləşəndə işlənə bilir. En artikeli gerunddan əvvəl gəlmir, çünki gerund adətən sayıla bilən isim olmur. Kimi qeydlərimizi də götürək. Daha hansı ifadələrdən sonra gerund işlənir və yaxud işlənmir? To, nöqtələr to ifadəsi və enough to formasında biz gerundu işlənə bilmirik. She is too tired to work. Burada too tired working kimi deyə bilmərik.
He's strong enough to lift the books. Bunu enough to'dan sonra lifting, lift sözünü lifting kimi işlətmək olmaz. Və bəzi sifətlər var ki, hansı ki biz bunları yenə də 7-ci sinif mövzusunda rast gəlmişik. Burada infinity adlanır, yəni sifətlərdən sonra məstər tonun işlənməsidir. Bunlardan hansıdır? Məsələn üçün, it is important to study. I am happy to help you. Bax, bu ifadələr, yəni bu isimlər important, happy sözü, bunlar özlərindən sonra infinity, yəni məstər to işlədilir, gerund tərkibini işlətmir. Növbəti qısa bir şəkildə də qeyd edək ki, bəzi feillər vardır ki, dedik ki, onlardan sonra mütləq gerund tərkibi gəlir. Enjoy, avoid, finish, suggest və s. Bəzi ifadələrdən sonra da mütləq gerund işlənir. Can't help, can't stand, it is no use, be busy və s. Və söz önlərindən sonra və söz önlü ifadələrdən sonra da gerund tərkibi işlədir. Interested in, good at, bad at, excellent at, before, after, without və s. Go ifadələri ilə go swimming, go fishing, go hiking və s. Bunlardan sonra da gerund tərkibi işlənir. Spend, waste time, spend time, vaxt xərcləmək, waste time, vaxtı boşa xərcləmək kimi ifadələri ilə də nə işlənir? Gerund tərkibi işlənir. Növbəti testə baxaq. Düzgün variantını seçdikdə nöqtələrdən sonra baxaraq ki, is köməkçi feil gəlib və a good way, yəni isim gəlib. Yəni burada biz bilirik ki, izdən sonra feil gəldikdə bu davam edici zaman olacaqdır. Əgər belə deyilsə, o zaman burada tərkibin nə olacaq? Running. Running is a good way to stay healthy. Yəni qaçmaq sağlam qalmağın ən yaxşı yoludur. Burada qaçış ümumiyyətlə bu formada tərcümə oluna bilər. B variantı doğrudur. Növbəti testimizdə isə incorrect, yanlış variantımızı tapacağıq. Məsələn, burada baxırıq ki, A variantına. Siz də baxın. Artıq mənə elə gəlir ki, baxıb dəqiqləşdirdiniz ki, hansı cümlədə yanlış var. Gəlin bir izah eləyəm. Swimming is a great way to exercise. Bu bir bayaqçı cümləmizə çox bənzəyir. İzdən sonra sifət və isim işlənməsi. Bu doğrudur. Enjoy feilindən sonra gələn ing-li feil gerund tərkibidir. Doğrudur. Good at, yəni söz önündən sonra gələn ing-li ifadə yenə gerund tərkibi sayılır. C variantı da doğrudur. E variantında da about söz önüdür. Ondan sonra traveling gəlib. O da doğrudur. Çünki orada da gerund tərkibi var. Yalnız D variantında isə yanlışdır. To dance is fun at parties. Dancing is fun at parties olmalıydı. Buna görə D variantı ilə burada ing-li feil də yoxdur. Bunu tapmaq çox sadə olur. Bu qədər. Videomuzu bəyənməyi, paylaşmağı unutmayın. Tağında hər birinizə uğurlar. Ümid edirəm ki, faydalı olmuşdur.